Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bugün umacılı piroqun hazırlanma qaydasını sizlərlə paylaşıram. Elə isə keçək hazırlanma qaydasına. Bunun üçün bizə lazım olacaq 200 qram qatıq, 4 stəkan un, 1 paket vanil, 3 ədəd yumurta, 200 qram kərə yağı, 2 stəkan şəkər tozu və 1 çay qaşığı sodadır. İlk olaraq 4 stəkan unun üzərinə 1 paket vanili, 2 stəkan şəkər tozunu və otaq temperaturunda yumşalmış olan 200 qram kərə yağını əlavə edirəm və əlimlə umac halına gətirirəm. Alınan qarışıqdan biraz götürüb kənara qoyuram, çünki üzəri üçün istifadə edəcəm. Geri qalan qarışığın üzərinə 3 ədəd yumurtanı əlavə edirəm. Ardından qatığın üzərinə sodanı əlavə edib qarışdırıram. Biraz köpükləndikdən sonra bunu da xəmirin üzərinə tökəcəm. Və xəmiri əlimlə yoğururam. Bu cür yumuşaq, ələ yapışan bir xəmir alınır. Ardından soba sinisini duru yağla yağlayıram və alınan qarışığı bura yerləşdirirəm. Soba sinisinin hər tərəfinə gələcək şəkildə yayıram. Üzəri üçün kənara qoymuş olduğum umacın üzərinə kakao əlavə edirəm və yaxşıca qarışdırıram. Bu tamamilə zövqə görədir. Mən bura 1 çay qaşığı yarım kakao istifadə etdim. Qarışığı xəmirin hər tərəfinə gələcək şəkildə səpirəm. Piroqu qabaqcadan isidilmiş 160 dərəcəli sobada 25-30 dəqiqə ərzində bişirirəm. Piroqun tam bişdiyini yoxlamaq üçün kürdandan istifadə edirəm. Piroq soyduqdan sonra kəsib servis edə bilərəm. Və bəli, burada sizə kəsib necə bişdiyini göstərirəm. Gördüyünüz kimi çox gözəl qabarıb və çox da yumuşaqdır. Bura qədər izləyənlərdən xahişim, əgər videomu bəyəndinizsə bəyənməyi və fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Növbəti videolardan isə xəbərdar olmaq üçün kanalıma mütləq abunə olun. Bugünlük bu qədər, növbəti videoda görüşərik. Hələlik.